biz bu mötəbər ev sahibi üçün əvvəlcədən təşəkkür etmək istəyirik və indi isə çıxış üçün söz veririk Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə. Hörmətli Fərid müəllim, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, ilk öncə bütün Goranboylular adından sizin hər birinizə, bizim Goranboyumuza xoş gəlmişsiniz deyirəm. Səfəriniz, məqsədiniz uğurludur. Bugün bu Goranboyun Gənclər Paytaxtı elan olunması Respublikamızda möhtərəm cənab Prezidentin xeyir duası ilə biz Goranboylulara, Goranboyun inkişafına, Goranboyda möhtərəm cənab Prezidentin rəhbərliyi ilə aparılan uğurlu siyasətə verilən böyük bir dəyərdir və biz Goranboylular da hesab edirəm ki, bu yüksək məsuliyyəti yüksək dəyərləndirəcək. Eyni zamanda ötən gün Respublikamızda Gənclər Günü qeyd edilmişdir. Mən Gənclər Günü münasibəti ilə bütün gənclərimizin bayramını təbrik edirəm. Hər birinizə can sağlığı və fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Hamımıza gün kimi aydındır ki, Gənclər Gününün qeyd edilməsi Azərbaycan xalqının dahi oldu, möhtərəm və Azərbaycan tarixində fenomen şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin xeyir duası ilə 30 il bundan öncə Azərbaycanda Gənclər Forumu keçirilmiş və həmin Gənclər Forumu məhz fevral ayının 2-sinə təsadüf etdiyinə görə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd olunmuşdur. Və ondan sonraki dövrdə Ulu Öndərin davamçısı, Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda gənclər siyasətinin müasirləşdirilməsi, yenilənməsi ilə bağlı apardığı uğurlu siyasət Azərbaycanı böyük uğurlara, böyük nailiyyətlərə gətirib çıxartmışdır. Bugün Azərbaycan iqtisadiyyatını, umumən Azərbaycan həyatının bütün sahələrini əhatə edən gənclərimiz hesab edirəm ki, Azərbaycanın bugünkü inkişafına və gələcək inkişafına böyük töhfələr, böyük uğurlar verildi. Azərbaycan gəncliyinin ən böyük uğuru, ən böyük nailiyyəti Azərbaycan ordusunun tərkibində Azərbaycanın Ali Baş Komandanı, möhtərəm cənab Prezident, cənab İlham Əliyevin sərkərdəlik məharəti ilə və Azərbaycan ordusunu məhz əksəriyyəti gənclər olmaqla, onların qəhrəmanlığı ilə 30 illik işğala son qoyuldu. Azərbaycanın rəşadətli ordusu Azərbaycan torpağında erməni faşizminin kökünü kəsmişdir. Bu Azərbaycan gəncliyinin qələbəsidir. Bu Azərbaycan ordusunun qələbəsidir. Bu Azərbaycan dövlətinin qələbəsidir. Bu möhtərəm cənab Prezidentin fenomen düşüncələrinin nəticəsidir. Onun sərkərdəlik məharətinin nəticəsidir. Və bugün biz cəsarətlə, bizim Goranboyumuzun gəncləri də, 23 bindən artıq gəncimiz də ölkəmizdə ölkə rəhbərliyi tərəfindən və Gənclər İdman Nazirliyi tərəfindən gənclər siyasəti ilə bağlı qarşıya qoyulan bütün vəzifələrin icrasında birincilər sırasındadır və bugün bizim rayonumuza, bizim rayonumuzun gəncliyinə olunan bu yüksək etimadı da bundan sonra yüksək dəyərləndirərək və biz 26-cı ildə və ondan sonraki illərdə də daha böyük əzmlə dövlət gənclər siyasətinin formalaşması ilə bağlı biz Goranboylu gənclər də öz töhfəmizi umumən Respublikamızda aparılan bu siyasətə verəcək və hesab edirəm ki, bundan sonraki işlərimizdə daha uğurlu olacaqdır. Mən bir daha Fərid müəllim, sizə və sizin nazirliyin bütün kollektivinə bizə göstərdiyiniz bu yüksək etimada görə, bu yüksək inama görə minnətdarlıq edirəm. Biz öz əməli işimizlə və 26-cı ildə dövlətimizin qarşıya qoyduğu, gənclər siyasəti ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasında sizə söz verir ki, birincilər sırasında olacaq. Uğurlar arzulayıram, çox sağ olun.